Salam əziz YouTube izləyicilərim. Bugün biz uşaqlar evinə getmişdik. Uşaqlar üçün belə şou proqramı hazırlamışdıq. Gördüyünüz kimi klonlar gəlib. Hər biri çox əyləncəli təşkilatçılıq edirdilər, sağ olsunlar. Çox əyləndilər uşaqlar. Görürsünüz də. Hər birinə şarlar düzəltdilər, oyunlar oynadılar və ən axırda top və oğlanlar üçün top, daha doğrusu qızlar və oğlanlar üçün qol saatı hədiyyə etdilər. Hər birinə kiçik bir hədiyyə. Daha sonra yemək süfrəsi hazırladıq. Yemək süfrəsini özüm təşkil etdiyim üçün vaxtım olmadı yemək süfrəsini çəkməyə. Yəni ki, o ərəfədə süfrə qurmaqla məşğul idim. Amma çox gözəl gün keçdim. Yardım və kömək etdiyim üçün özümlə fəxr edirəm. Belə videoları paylaşmaqda məqsəd daha çox olmağı, təşkilatçılıq etməyinizdir. Əgər siz də qoşulmaq istəsəniz, yardım və kömək etmək istəsəniz, YouTube komment hissəsinə yaza bilərsiniz. Mütləq ki, cavablandırılacaq. Xoş seyirlər. Arzulayıram hər birinizə. Hələlik.